Havalar isindikcə həm istirahət, həm də sağlamlıq yada düşür. Bəs çox vaxt il ərzində qeydinə qalmadığımız səhhətimiz bizi yarı yolda qoyarsa nə baş verir? Ümumiyyətlə, ölkəmizdə sağlamlıq məkanları yetərincədirmi? Vətəndaşlar bundan necə yararlanır? Ürək damar sistemləri müalicə eləmək üçün o sanatoriya ilə maraqlanmışam. Ona görə qiymətlər çox baha olur. 10 günlük müalicə orada 1200 manat deyiblər mənə. Sözün düzü bahadır. Kəlbəcərin turizm potensialinin Azərbaycan büdcəsinin nə qədər artımlar olacaq. Eyni zamanda Laçında, Cəbrayılda, Qubadlıda bu turizmə nə var dəstək vermək lazımdır. Duzdaqdaydım və Duzdağında müalicəvi zona var. Həmin zonada qiyməti soruşdum. 22 manat dedilər bir günü. Çox yaxşıdır, məsləhət görərdim. Hətta orada yatmağı yerlər də var. Yəni xüsusi tam olaraq müalicə almaq üçün şərait yaradılıb. Naftalana getmişəm, xidmətdən də hər şeydən razı qalmışam. Narazıçılığım olmuyor. Bir günü 35 manat. Qiymət bahadır. Hal-hazırda növbə tutmuşam. Qiymətlərə görə gedə bilmirəm. Naftalan nefti, duz mədənləri, palçıq vulkanları, mineral sular və termal qaynaqlar indi həm də xarici turistlərin diqqətindədir. Ayaqlarım ağrıyırdı. Üstəlik onurğamda problem var. Onun üçün gəldim. Naftalan vannası çox kömək edir. 2-ci ildir gəlirəm. Mən Naftalana Özbəkistandan gəlmişəm. Mənə məsləhət gördülər ki, burada oynaq ağrıları üçün yaxşı müalicə üsulları tətbiq olunur. Yəqin ki, nəticəni daha sonra görəcəm. 7 gecəlik qiymətlər 2 nəfərlik otaqda adam başı gecə üçün 100 manatdan başlayır. Müalicə paketlərimizə 3 dəfə qidalanma, həkim müayinəsi, analizlər, rentgen, UZI müayinələri daxildir. Mütəxəssislər deyir ki, ölkəmizdə sağlamlıq turizmi ilə bağlı uzun illərə dayanan ənənələr var ki, bununla daha çox turist cəlb etmək olar. İşğaldan azad olunmuş ərazilərimizdə, yəni Kəlbəcərdə xüsusən də ildə 80 min turist qəbul edirdi. Kəlbəcərdə, Zəngilanda, Laçında, Şuşada, Xankəndində bu istiqamətdə relyefi və eyni zamanda havasını, mineral bulaqlarını, termal xarakterli insan orqanizmi üçün çox vacib əhəmiyyətli mineral sularını nəzərə alıb, xüsusən də ekonom büdcəli, yəni aşağı büdcəli sanatoriyaların tikilib istifadəyə verilməsi mən zəruri hesab edirəm. Onu da deyək ki, Dövlət Turizm Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyi tərəfindən müalicə turizmi ilə bağlı fəaliyyət planı hazırlanıb. Bu istiqamətdə yaxın gələcəkdə hədəf bazarlar üzrə sərgilərdə iştirak və gələcəkdə müalicə məqsədində Azərbaycana səfər edəcək turistlərin sayının artırılması istiqamətində konkret tədbirlər icra olunacaqdır.